أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Askırmaq bilindiği kimi bədenin reaksiyası. Bu hadisə nə qədər bədən reaksiyası olsa da, bugünkü mövzumuzun olması səbəbi askırarkən deyiləcək hansı zikirdir və ümumiyyətlə bu askırmağın ilk yaranması dinimizdə bu barədə nə məlumat vardı? İstərdim ki, biraz bu barədə sizinlə paylaşım edək. Bəli, əvvələn bədən gözü ilə buna baxılsa, yəni anatomiya gözü ilə buna baxılsa, askırmaq burun damarlarındakı incə damarlara beyindən göndərilən siqnaldır. Yəni bədəndə yığılmış karbonlar olanda, daha doğrusu ağciyərdə və yaxud da ki, burunda çoxluca toz yığılanda, çünki burnumuzdan gedən tozları burun tükləri və damarlar öz üstündə saxlayır. İçəri buraxmırlar ağciyərlərə. Və orada tozun miqdarı çoxalanda beyin siqnal göndərir burun damarlarına. O damarlar gərəlir və qızıq verir və insanı askırdır ki, həmən tozu çölə atsın. Bu, Allahın insan bədəninə verdiyi şərti refleksdir. Yəni, onu biz etmirik. Xəbərimiz olmadan beyin özü bədəni bu şəkildə təmizləyir. Yəni, həm karbonu ağciyərdən atır, yəni yığılmış karbonları və yaxud da ki, burunda artıq olmuş tozları təmizləyir və yaxud da tüstü daxil olubsa və bir də allergiyadan da ola bilir. Deməli, bu proses baş verərkən əvvələn burada buraxılan bəzi xətalar vardır. Bəzi insanlar güya mədəniyyətdir deyə askırmanın qarşısını alır ki, ən axırda çox kiçik bir səs ondan çıxmasıyla güya askırdı. Halbuki bu tibbdə ciddi şəkildə qadağan edilir. Bu insanı komaya qədər sala bilər. O qədər qorxuncdur. Çünki biz askırmaq istəyərkən əslində kiçik hadisə baş vermir. Beyin askırma siqnalını göndərərkən əgər kilometraja ölçülsəydi, saatda 150 ilə, saatda 150 kilometr sürət ilə təzyiq göndərilir buruna. Və eyni vaxtı burundan 40 mindən yuxarı selik damlası çıxır. 40 mindən yuxarı. Və 3 metr, 4 metr məsafəyə bu selik damlaları uça bilir. Görün, hansı təzyiq yaranır. Allah qorusun, bəzən insan olub düz askırmayıb, tibbdə bunun nümunələri vardır. Bel sümüyü yerindən oynayıb, çıxıb, yəni beli düşüb. Yəni o qədər qorxunc şeydir. Qabırğalar batıb bir-birinə, düz qalmayanda, yəni askıranda da düz qalmaq lazımdır. Baxarsan ki, bir böyürlü qalıb, bir tərəfli vurub içəridə zədəliyir bir orqanı. Bu, xırda hadisə deyil. Buna görə də askırarkən askırmaq lazımdır. Askırmaq gəlir, askır. Bəzi insanlar vardır ki, askırarkən bir də səsini buna əlavə edir. Artıq o, ola bilsin ki, bəli, o mədəniyyətsizlikdir və yaxud da ki, ətrafı incitməkdir. Yəni, ona ehtiyac yoxdur ki, bir də səsi buna qoşasan. Amma askır. Askırmaq gəlir, askır. Sadəcə olaraq Allahın Rasulü sallallahu aleyhi və səlləm edən ən gözəl onun mədəni yolu budur. Ağzını, burnumu tut. Tutmaq, yəni tamamilə tutmaq yox ha. Yəni ağzının üzərində bir dəsmal saxla. Ya da ki, əlini saxla ki, ağzından çıxan o selik damlaları
gedib insanlara dəyməsin. Bu mənada, yəni ağzının yaxın məsafəsində saxla. Tutmaq olmaz qətiyyən, dəyərli insanlar. Bu beyni komaya qədər sala bilir. Düzgün deyil. Bəli, bunun təbii bir prosesin necə baş verməsi idi. Amma bunu dinimizlə əlaqələndirəndə Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ilk dəfə Allah Adəm əleyhissalamın burnuna heykəlinin burnuna üfürərək, yəni ruhu onun burnundan bədəninə daxil edərək, Adəm əleyhissalamın heykəli, ki o əvvəl heykəl idi, uzun müddət heykəl şəklində qalmışdı. Heykəl hərəkət etməyə başladı. Adəm əleyhissalam babamız hərəkət etdi və bütün mələklər toplanıblar, buna baxırlar. Və o gərildi, bədəni açıldı. Deməli, ruh bədənə girib, bu açıldı və ayağa qalxdı. Və ilk hadisə Adəm əleyhissalam asqırdı. Yəni bədənin ilk reaksiyası, yəni həyata gəlməsinin, canlanmasının birinci reaksiyası asqırmaq oldu. O asqırdı. Asqırarkən başını qaldırıb hündürlərə, yuxarılara baxdı. Və o kainatı gördü. İndi onun olduğu yer hansı cənnət idi, haraydı. O hər şeyi gördü. Və ilk bu sözü dedi. Elhamdülillahi Rabbil alemin. Alemlerin Rabbi Allah'a həmd olsun. Babamız Adəmin ilk hərəkəti asqırmaq olmuş. İlk dediği söz Elhamdülillahi Rabbil alemin kəlməsi olmuşdu. Və bu alemlerin Rabbi Allah'a o kadar xoş getdi ki, Allah Subhanahu taala deyir, ey Adəm, qoy səndən sonra bütün törəmələrin asqırarkən bu kəliməni desinlər. Ona görə də, dəyərli insanlar, ilk babamızın etdiyi bu hərəkətin və bu sözün Allah'a xoş getməsi və özü də onu da deyim, Allah onun cavabında deyir. Yerhamukallah ya Adəm. Ey Adəm, Allah sana rəhm etsin. Və o gün, bu gündür Allahın Rəsulları öz ümmətinə bunu tövsiyə etmişdi. Asqıran deyər, elhamdülillah. Eşidən deyər, yerhamukallah. Deməli, asqıran dedi, elhamdülillah. Çünki babamızın birinci sözü bu olmuşdu. Eşidən isə ətrafdakı dedi, deməlidir, yerhamukallah. Heca dedim ki, yəni dəqiq eşidəsiz. Hər halda bilirsiniz və bunu edirsiniz. Bu barədə bizim dərs də olub, amma yenə də bunun təkrara ehtiyac vardır. Deməli, dinimizə görə asqıran insanın elhamdülillah deməsi sünnədir. Çünki bu həm də hədisdir. Hədisdə mən sizə oxuduğum hədis idi ki, Allahın Resulü sallallahu aleyhi və səlləm bu hadisəni danışır. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunur. Hədisi İmam Tirmizi Həsən sənədi ilə rəvayət etmişdir. Deməli, etibarlı hədisdir. Deməli, bu əməli asqırarkən elhamdülillah demək sünnədir. Kim bunu deyərsə mükafatlanır. Amma kim eşitdisə, dedi, asqırdı bir nəfər, dedi elhamdülillah, ona yerhamukallah demək vacibdir. Xalqımızın ağzında olan o sözlər fayda vermir, ha, sağlam ol. Hələ asqırmaq sağlamlıq əlamətidir. Hələ sağlamdır ki, asqırır. Nadir halda insan xəstələnəndə asqırır.
Normal asqırıq sağlamlıq əlamətidir. Çünki bədən aktivdir, beyin yerindədir ki, anında reaksiya verir, özünü təmizləyir. Bu gözəllikdir. Buna sağlam ol sözündənsə Allahın dediyi söz daha gözəldir. Bunu Allah demişdi. Yerhamukallah ya Adəm. Ey Adəm, Allahın mərhəməti olsun sənə. Ona görə dəyərli insanlar, Hasan eşitdiniz, bir nəfər dedi, Elhamdülillah asqırandan sonra. Ona yerhamukallah demək vacibdir. Deməsən, onun haqqına girmisən. Qiyamət günü onunla ödeşəcəksən. Yəni, o söz ölçüsündə ona mükafatından verməli olacaqsan. Sənin yaxşı əməlindən ona verməli olacaqsan. Ona görə də demək lazımdır. Və demək də açıq olmalıdır. Yəni, o bilməlidir ki, sən ona reaksiya verdin, cavab verdin. İndi bəzi müstəsna hallar var. Misal üçün, tutaq ki, avtobusda biri asqırdı, bütün insanlar o desə, elhamdülillah, bütün insanlar onun eşidəcəyi tərzdə demir. Daha belə toplum olanda, yenə də elə səslə deyirsən ki, bilinir ki, sən bir söz dedin. Ona görə də bunu demək lazımdır. Əgər qadın olsa, naməhrəm birisi asqırıb, bu da ona yerhamukallah deməsi, bu tövsiyə olunmur. Bu eyni salama bənzəyir. Məsələn, qadın naməhrəm birisinə salam vermir. Çünki bu danışıq nə qədər də dini ifadələr olsa, salam aleykum kimi, yerhamukallah kimi, bu elə dini ifadələrlə də şeytan öz işini görə bilər. Yəni, qəlbə vəsvəsə sala bilər. Təsəvvür et, naməhrəm gənc bir qız, başqa bir oğlan asqırıb, bu ona dedi, yerhamukallah, qəlbə fitnə düşə bilər, şeytan bundan istifadə edə bilər. Ona görə, yəni, bəzi durumlar var ki, müstəsna hallardır, amma həmən durumda, tutaq ki, həmən naməhrəm əks cinslər, bəli, onlar heç olmasa, fıçıltı ilə olsa, bu sünnəni icra etsinlər. Amma daha eşidiləcək tərzdə deyil. Amma belə normalda isə, yəni insanlar bunun cavabını açıq aşkar verməlidir. Yerhamukallah deməlidir. Hələ burada üçüncü növü də vardır ki, yəni asqıran dedi elhamdülillah, eşidən dedi yerhamukallah. Asqıran ona təzədən cavab qaytarır. Yəhdikumullah və yuslih bələkum. Və indi bu ola bilsin, yəni bunu istəsiz Müslüman qalasında bu zikir yazılmışdı. Bunu əzbərləmək lazımdır. Biz Quran və sünnə işığında dinini yaşayan toplumuq. Bizim qaydalar Quran və sünnədir. Əgər buna itaat ediriksə, bax bu ifadələr bizim dilimizin əzbəri olmalıdır. Birinci eşidən üçün əlbəttə biraz təəccüblidir. Amma ki, bunu təkrar dedikdən sonra dilinin əzbəri olacaq. Heç onu həmən vaxtı heç beyninə əziyyət salmayacaq. Nə deməliydim? Şərti refleks olaraq ağzına gələcək. Elhamdülillah. Asqırdı, dedi. Əgər bir insan çox asqırır, o hər dəfəsində deyir elhamdülillah, deyə bilər. Amma bizim ona yerhamukallah deməyimiz 3 dəfə şərtdir. 3 dəfə. 3 dəfədən sonra daha ona hökmən deyildir, cavab verəsən. Necə ki, bir nəfər Allahın Rasulunun yanında asqırır, deyir elhamdülillah. Allahın Rasulu ona deyir ki, yerhamukallah. O ikinci dəfə də asqırır. Ola bilər də xəstəlik əlaməti ilə olanda çox olur, 5 dəfə, 6 dəfə. O yenə deyir elhamdülillah. Üçüncü dəfə asqırandan sonra Allahın Rasulu deyir, yerhamukallah, o elhamdülillah deyəndən sonra və deyir, həzər rəculu məzkumun. İmam Müslim bu hədisi rəvayət etmişdir. Bu adam xəstələnib, zökəmdir. Zökəm ciyər xəstələrinə deyirlər. Bu adam xəstələnib. Daha ondan sonra demir. Yəni bu o demək deyil, bir nəfər 50 dəfə asqıracaq, elə biz də işimizi gücümüzü atıb ona yerhamukallah deməli deyilik. 3 dəfəyə qədər
borcumuzdur demək. Deməsək, mükafat verəcəksən ona. Öz xeyir əməlindən ona ödəyəcəksən müəyyən qədər. Bunun qiyməti nədirsə Allah yanında. Demək lazımdır. Əgər namazda olsan, təbiidir ki, namazda danışmaq olmaz, cavab vermirsən. Amma kənardasansa, hökmən, hətta Quran oxuyursan. Quranı saxla, onun cavabını ver. Çünki Quranı oxumaq, Quranı oxuyarkən dayanmaq qadağan deyil. Ayə bitdi, dayan. Dayan, ona cavab ver. De, yərhəmukallah. Sonra Quranı dayandığın ayədən davam elə. Mən Quran oxuyuram deyə cavab verməyə bilərəm sözü yoxdur. Yalnız namazdadır. Cavab verməyəcəksən. Bütün hallarda cavab verməlisən. Bütün hallarda. Ona görə də asqırmaq sünnəsini öyrənək. Əgər bir kafir, Müslüman olmayan birisi asqırsa, Müslümanların içində yaşayırdı deyə eşidib ki, Müslümanlar belə deyirlər, o kafir idi, onun dilinə gəldi, dedi, Elhamdülillah. O zaman bircə kafirə verilən cavab, yəhdikallah budur. Da kafirə deyilmir, yərhəmukallah. Çünki yərhəmukallah duadır. Kafirlərə dua etmək olmaz. Yəni, çünki o günah edir, sən ona dua edə bilməzsən. O Allaha şərik qoşur, o Allaha ibadət etmir, sən ona dua edə bilməzsən. Amma gözəl söz demək olar. Misal üçün, sabahın xeyir, kafirdir, bu demək deyildir ki, ona, misal üçün, necəsən, keyfin necədir, kimi, yəni halını soruşmaqda problem yoxdur. Amma dualar ki var, məxsusi dualar, yəni o kafirə o olunmaz. Allah sənə rəhm etsin. Kafirə necə rəhm etsin? O Allaha iman etməyib, o Allaha baş əymir. Ona necə bu duanı etmək olar? Yəni, ona görə də ona bu cür deyilməmişdi. Allahın Resulü öyrətmişdi. Kafir desə, yəhdikumullah. Allah sizi hidayət etsin. Kafirə yalnız bu duadır və bu dua da əslində böyük duadır. Amma hidayət duasıdır. Allah səni hidayət etsin. Allah bizi də hidayət etsin. Allah bizi də dinində sabit saxlasın və bizə öz dinini öyrətsin. Bütün incə detallarıyla bu dini yaşayaq, dəyərli insanlar. Əgər biz istəyiriksə, Allahın Rəsuluna oxşayaq, onun bizə tövsiyə etdiyi bütün əməlləri edək. Çünki oxşanılası ən gözəl insan Allahın Rəsuludur. Nə dahilərdir, nə liderlərdir, nə də ki, əxlaqsız manikenlər. Oxşanılası adam Allahın Rəsuludur. Oxşamaq, görüntü oxşarlığından danışılmır. Heç bəlkə də Allahın Rəsulunun görüntüsü heç düşündüyümüz zövqümüzdə olmasın. Yəni, amma onun şərəfi, onun insanlığı, onun Allaha olan bağlılığı nurdur, bütün insanlara kifayət edəcək qədər nurdur. Gözəllikdir. Özümüzü ona bənzədək və onun etdiyi işləri edək, dediyi sözləri deyək, onun tərzində yaşayaq ki, çünki qiyamət günü ən böyük saadətdə olan adam odur. Biz də ona bənzəsək, ola bilsin ki, biz də qiyamət günü böyük saadətə qovuşaq. Allah bizi Firdos cənnətinin sakinlərindən etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.